Hər vaxtınız xeyir əziz abituriyentlər. Bugün sizlərlə bir yerdə Fizika 2025 tim test toplusunda Newton qanunları dərsinin ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahına baxacağıq. Sualların izahına keçməmişdən öncə YouTube kanalımıza abunə olmağı unutmayın ki, digər dərslərin də izahları gəldikdə xəbərdar olasınız. Gəlin başlayaq birinci sualdan. Şərtdə deyilir ki, kütləsi 1,8 kg olan cisim sükunət vəziyyətindən bərabər təcillə hərəkət edərək 1 dəqiqə ərzində 10 metr yol getdi. Deməli, kütlə verildi bizə. M bərabərdir 1,8 kg. Sükunət vəziyyət dediyi üçün başlanğıc sürət V0 bərabər 0 yazırıq. Sonra bizə zaman verildi 1 dəqiqə. Deməli, T də bərabər oldu 1 dəqiqəyə. 1 dəqiqə də biz bilirik ki, 60 saniyədir. Və 10 metr yol qeyd edir. S də bərabərdir 10 metr qeyd edirik. Burada əvəzləyici qüvvəni bizdən istəyir. F əvəzləyici bərabər suala. Biz bilirik ki, əvəzləyici qüvvənin düsturu F əvəzləyici bərabərdir. M vurulsun A şəklindədir. Fikir versəz, şərtdə kütlə verilib, amma A yoxdur. A-nı tapmaq üçün də S və T-dən istifadə edəcəyik. Hansı ki, biz bərabər təcilli hərəkəti keçərkən S-in belə bir düsturunu vermişdik. S bərabərdir V0T plus AT kvadratı bölə 2. Əgər başlanğıc sürət 0 olarsa, bu zaman S bərabər olacaq AT kvadratı bölə 2-yə. Buradan A-nı tapsaq, olacaq 2S bölək T kvadratı. Gəlin yerinə qoyaq, hesablayaq. 2 vuraq, S-imiz 10 idi, T də 60-dır. 2 vurulsun 10, T kvadratı olduğundan gəlin 60 vuraq, 60 şəklində yazaq. Gördüyünüz kimi sıfırlar gedir. 6 və 2-ni də aparanda ixtisar, sürətdə 1, məxrəcdə qaldı 3. Deməli, sürətdə 1 qalır, məxrəcdə 3 vuraq 60, 180 edir. Artıq əvəzləyici qüvvəni hesablaya bilərik. Kütləmiz 1,8, A-ya tapdıq 1 bölək 180. Vergülü atıram, məxrəcə bir 0 əlavə edirəm. 1800 və 18-ə ixtisar gedir. Bu zaman sürətdə 1, məxrəcdə də qalacaq 100. Deməli, aldıq 100-1, yəni 0,100 Newton. Bu da olmuş oldu bizim birinci sualımızın izahı. İkinciyə baxaq. Hərəkət tənliyi x bərabərdir -10, üstə gələk 3t və üstə gələk 5t kvadrat şəklində olan cismə təsirin əvəzləyici qüvvə 0,1 kN-dur. Deməli, burada əvəzləyici qüvvəmiz verildi. 0,1 kN. kN-dan Newtona keçmək lazımdır. Bu zaman minə vururuq. 0,1-i minə vuranda 100 alacağıq. Deməli, əvəzləyici qüvvəmiz oldu 100 Newton. Bu cismin kütləsini hesablayın. Biz bilirik ki, əvəzləyici qüvvə F əvəzləyici bərabərdir. M vurulsun A şəklindədir. Kütləni tapmaq üçün, yəni M-i tapmaq üçün F əvəzləyicini bölməliyik A-ya, cismin təcillinə. A-nı tapmaq lazımdır. A-nı da bu tənlikdən götürəcəyik. Bərabər təcilli hərəkətdə koordinatın zamandan asılılıq tənliyi bu şəkildədir. Hansı ki, x bərabərdir. x0 üstə gələk V0xt üstə gəlsin AX t kvadratı bölək 2 şəklindədir. Fikir versəz, t kvadratının qarşısında olan AX bölək 2 olacaq. Yəni, burada t kvadratının qarşısında 5 dayanır. Deməli, yaza bilərik ki, AX bölək 2 bərabərdir 5-ə. Buradan AX-ı tapsaq, 5 vuraq 2 olacaq 10. Artıq M-i tapa bilərik. Bax, yerinə yazıram. Əvəzləyicim 100-dür. A da 10 tapdıq. 100-ü 10-a böləndə alacaq 10 kg. Üçüncü suala keçək. 0,2 kg kütləyə malik cismə 5 saniyə ərzində 0,1 Newton qüvvə təsir edirsə, bu müddət ərzində cismin getdiyi yolu hesablayın. Yenə kütləmiz verilib. M bərabərdir 0,2 kg. Zaman verilib T 5 saniyədir. Və burada qüvvəmiz verilib. F bərabərdir 0,1 Newtondur. Getdiyi yolu S-i bizdən soruşur. Bayaqlarda qeyd etdik ki, əgər başlanğıc sürət 0-dırsa, S bərabərdir AT kvadratı bölə 2 ilə hesablaya bilərik. A-nı tapmaq lazımdır. A-nı da əlbəttə ki, F bərabərdir M-a düsturundan hesablayacağıq. Buradan A-nı tapanda F bölək M olacaq. F-imiz 0,1. M-imiz də 0,2 idi. Vergül atanda 2-də 1 qalır. 2-də 1 də biz bilirik ki, 0,5 verir. Baxın, burada S bərabər AT kvadratını yerinə yazaq indi. A-mız bayaqlar tapdıq 0,5. T-də 5 idi. Onda olacaq 0,5 vuraq 5-in kvadratı 25 bölək 2. Baxın, 0,5-dən vergülü atıram. Məxrəcə bir 0 əlavə edirəm. Çünki vergüldən sonra bir dənə 5 rəqəmi dayanıb. Rəqəmlərin sayı qədər 0 əlavə edirik. 20 və 5-i 5-i ixtisar aparanda sürətdə 1, məxrəcdə qaldı 4. 25-i 4-ə böləndə 6,4-də 1 eləyir. O da 6,125. Deməli, 3-də cavab olacaq 6,125 metr.
Dördüncü sualımıza baxaq. Həcmi 50 sm kub olan bir cins cismin təcilinin ona təsirin əvəzləyici qüvvədən asılı qrafik verilmişdir. Cismin sıxlığını hesablayın. Yəni rho-nu bizdən soruşur. Sıxlığın düsturu biz bilirik ki, rho bərabərdir m bölək v şəklindədir. Həcm verilib bizə 50 sm kubu. Deməli kütlə lazımdır. Kütlənin də əlbəttə ki FA-dan istifadə edərək tapacağım. Biz bilirik ki F bərabərdir MA-dır. Buradan M bərabər olacaq F bölək A-ya. Burada istədiyiniz rəqəmi götürə bilərsiniz. Yəni F-i 2, A-nı 5 götürə bilərsiniz və yaxud da F-i 4, A-nı 10 götürə bilərsiniz. Hər iki halda da doğru cavabı alacaqsınız. Sadəcə kiçik rəqəmlərlə işləmək daha yaxşı olar ki, sizə asan da olsun. Ona görə də F-i 2 götürürəm, A-nı isə 5 götürürəm. F-in yerinə 2, A-nın yerinə də 5 yazdıq. 5-dəki o da eləyəcək 0,4. M-imiz var, V də var şərtdə, amma fikir versəz, həcm 50 sm kubundan, yəni santimetr kubu ilə verilib. Buradan biz metrin kubuna keçməliyik. Hansı ki 1 metr 100 santimetrdir. 100 də 10 üzəri 2-dir. Aha, 1 metrin kubunu tapanda olacaq 10 üzəri 2-nin kubu, yəni 10 üzəri 6 santimetrin kubu. Burada metrin kubundan santimetrin kubuna keçəndə 10 üzəri 6-ya vururuq. Amma əksinə santimetrin kubundan metrin kubuna keçəndə 10 üzəri 6-ya böləcəyik. 10 üzəri 6-ya bölmək 10 üzəri mənfi 6-ya artıq vurmaq deməkdir. Artıq yəni burada həcmi V bərabərdir. 50-ni vuracaqsınız 10 üzəri mənfi 6-ya. O da eləyəcək 5 vurulsun 10 üzəri mənfi 5. İndi gətirək rho-nu hesablayaq. Rho bərabərdir. M-imizə tapdıq 0,4. 0,4-də 4 vuraq 10 üzəri mənfi 1-dir. Yəni 4 vurulsun 10 üzəri mənfi 1 yazıram. Bölək V-nin də yerinə yenə 5 vurulsun 10 üzəri mənfi 5 yazdıq. 5-də 4 eləyir 0,8. 10 üzəri mənfi 1, 10 üzəri mənfi 5-ə vuranda 10 üzəri 4 olacaq. Burada uşaqları çaşdıran məqam nədir? Biz bilirik ki, bölünəndə üslər çıxılır. Uşaqlar götürürlər 10 üzəri mənfi 1, çıxaq, mənfi 5 yazanda burada hansı ki, mənfi işarənin dəyişdiyini nəzərə almırlar. Ona görə də bu artıq burada səhvliyə yol verirlər. Deməli olacaq mənfi 1 üstə gələk 5. Mənfi 1 üstə 5 gələndə də o da eləyəcək 4, 10 üzəri 4. Deməli aldıq ki 0,8 vuraq 10 üzəri 4. Bu da əlbəttə ki 8 vurulsun 10 üzəri 3 eləyir. Bu da bildiyimiz kimi 8000-dir. Deməli cavab aldıq 8000 kiloqram bölək metrin kubu. 5-ci suala baxaq. Cismin sürətinin proyeksiyasının zamanda hansı qrafiki verilmişdir? Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamanda hansı qrafikini qurun. Qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamanda hansı qrafikini qurmaq istəyirsə, mütləq təcilin x oxucu proyeksiyası haqqında məlumatımız olmalıdır. Fikir verin qrafiklərə. 0-T1 aralığında V-nin T-dən asılığı düz asılıqdır. Eyni ilə T1, T2 aralığında da V-nin T-dən asılığı düz asılıqdır. V T-dən düz asılıqsa da biz əvvəlki dərslərdə qeyd etmişdik ki, belə hərəkət bərabər təcilli hərəkət. Yəni artıq burada hər iki halda da təcil AX konstantdır. Yəni sabit. İndi bunun x oxucu proyeksiyasının müsbət və mənfi olmağını bilməliyik. Çünki biz qeyd etmişdik ki, əvəzləyici qüvvə ilə təcil qardaşdır. Yəni təcilin x oxucu proyeksiyası müsbətdirsə, əvəzləyici qüvvənin x oxucu proyeksiyası da müsbətdir. VT qrafiki veriləndə qeyd etmişdik ki, qrafikin ağzına baxın, fikir verin. Qrafikin ağzı gördüyünüz kimi aşağıyadır. Deməli artıq burada təcilin x oxucu proyeksiyası mənfidir. Amma T1, T2-də isə qrafikin ağzı yuxarıya doğru gedir və bu zaman təcilin x oxucu proyeksiyası müsbətdir. Artıq deməli birincisi də AX mənfidirsə, eyni ilə əvəzləyici qüvvənin x oxucu proyeksiyası da mənfidir. İkincisi də əvəzləyici qüvvənin x oxucu proyeksiyası müsbətdir. Çünki təcilin x oxucu proyeksiyası da müsbətdir. Və hər biri də əlbəttə ki, sabitdən çəkməliyik, sabit qrafiki çəkməliyik. Çünki təcil hər iki halda dedik ki, sabitdir. İndi gəlin qrafikimizi çəkək. Əvəzləyici qüvvənin x oxucu proyeksiyasının zamandan asılı qrafik. Burada indi baxaq. Birinci halda mənfidən sabit olacaq. Qeyd etdiyimiz kimi, baxın, f əvəzləyici kiçikdir 0. Mənfidən sabit çəkdik. İkinci halda isə artıq müsbətdən sabit çəkməliyik. Bu da ikinci halımız. Burada zamanları yazaq 0. Burada T1. Burada olacaq T2. 5-ci sual bitdi. Keçək 6-cı sualımıza. 6-cı sual da 5-ci suala bənzəyir. Amma sadəcə burada T1, T2 aralığı bir qədər fərqlidir. Gördüyümüz kimi yenə cismin sürətinin proyeksiyasının zamanda hansı qrafiki verilib. Əvəzləyici qüvvənin proyeksiyasının zamanda hansı qrafikini qurmağımızı istəyir. Fikir verin, baxın, birinci hissədə gördüyümüz kimi qrafikin ağzı yuxarıdır. Deməli, əvəzləyici qüvvənin x oxucu proyeksiyası da müsbətdir. Amma T1, T2 aralığında
Hərəkət bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə təcil sıfırdır. Çünki təcil sürət dəyişməsindən yaranan bir fiziki kəmiyyətdir. Təcil sıfırsa yenə əvəzləyici qüvvəmiz də sıfır olmuş olacaq. T2, T3 aralığında artıq burada qrafikin ağzı aşağı olduğundan təcilin x oxucuda proyeksiyası da mənfi olur. Eyni ilə əvəzləyici qüvvənin x oxucuda proyeksiyası da mənfi olacaq. Gəlin indi qrafikimizi çəkək. Baxın, birincidə 0 T1 aralığı. Bu hissə, sonra T1, T2 və T2, T3 aralığını göstərir. 0 T1 aralığı dediyimiz kimi müsbətdən sabit. T1, T2 aralığında artıq 0 olmuş olacaq. Bizim əvəzləyici qüvvəmiz T2, T3-də isə mənfidən sabit olmuş olacaq. 7-ci suala baxaq. Cismin yer dəyişməsinin proyeksiyasının zamanda hansıslıq qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamanda hansıslıq qrafikini qurun. Əgər ki, S-in T-dən hansılığı hansı ki parabola verilibsə, bu yenə bərabər təcilli hərəkətdir. Yəni 0 T1 aralığında, T2, T3 aralığında bizim hərəkətimiz bərabər təcilli hərəkətdir. Bərabər təcilli olduğu üçün eyni ilə əvəzləyici qüvvəmiz də sabit olacaq. Burada da yenə parabolanın ağzına fikir vermək lazımdır. Əgər parabolanın qolları yuxarıyadırsa, bu zaman təcilin x oxucuda proyeksiyası müsbət, amma yox, qolları aşağıyadırsa, bu zaman təcilin x oxucuda proyeksiyası mənfidir. Baxın, fikir verin, burada birinci hissədə 0 T1 aralığındakı parabolanı tamamlayıram. Fikir verin, parabolanın qolları yuxarıyadır. Parabolanın qolları yuxarısa, deməli, təcilin x oxucuda proyeksiyası da müsbətdir. Eyni ilə əvəzləyici qüvvənin x oxucuda proyeksiyası da müsbətdir. T1, T2 aralığında S sabitdir. Deməli, heç bir hərəkətdən söz gedə bilməz burada. Yəni, cisminə düz xətli bərabər sürətli və yaxud da bərabər təcilli heç bir hərəkət növünə aid deyil onun hərəkəti. Çünki ümumiyyətlə hərəkət etmir. Hərəkət etmədiyindən əlbəttə ki, sürət də sıfırdır, təcil də sıfırdır, əvəzləyici qüvvə də sıfırdır. T2, T3 aralığında baxın, parabolanı tamamlayanda fikir verin. Gördüyünüz kimi parabolanın qolları yuxarıyadır. Deməli, burada da əvəzləyici qüvvəmizin x oxucuda proyeksiyası da müsbətdir. İndi qrafiki çəkə bilərik artıq. Birincidə müsbətdən sabit, ikincidə artıq 0 olacaq. Yəni, bax buradan gördüyünüz kimi çəkiləcək. Üçüncüdə də yenə müsbətdən sabitdir, mənfiyə keçməyəcəyik. Deməli, bura 0, bura T1 və bura T2 yazırıq. Bu zaman oxunan bu hissəyə də T3 yazacağıq. Aha. Keçək 8-ci sualımıza. Radiusu 0,5 metr olan, deməli bizə R verildi. R 0,5 metrdir. Çevrə üzrə bərabər sürətli hərəkətdən 0,2 kg kütləli cismin. Həmçinin M verildi. M də bərabər oldu nəyə? 0,2 kg. Dönmə bucağın zamanda hansı qrafiki verilmişdir? Cismə təsirdən mərkəzə qaçma qüvvəsini hesablayın. F bərabərdir, qeyd etdik ki, M vurulsun A-dır. Çevrə üzrə bərabər sürətli hərəkətdə A bərabərdir. Biz bilirdik ki, omega kvadratı vuraq R-dir. Gətirib burada yerinə yazsaq, onda M vurulsun omega kvadratı R olacaq. Fikir versəz, M də var, R də var, omeganı tapmaq lazımdır. Omeganı da fi bölək T-dən hesablaya bilərik. Fini 8 götürürəm, T-ni də 2 götürürəm. Qeyd etdiyim kimi 16 və 4-dən də istifadə edə bilərsiniz. Eyni cavab alınacaq, amma kiçik rəqəmlərlə işləmək daha yaxşıdır deyə düşünürəm. Fikir versəz, 8-i də 2-yə böləndə 4 alınır. 16-nı da 4-ə böləndə yenə 4 alınır. Gətirib burada yerinə yazsaq, M 0,2, omegamız 4, 4-ün kvadratı 16. Radius da bayaqlar qeyd edildi, 0,5-dir. 16-yı 0,5-ə vuranda 8 eləyir. 8-i də 0,2-yə vuranda alacağıq 1,6. Deməli, burada cavabımız olacaq 1,6. 9-cu sualda içərisində su olan menzurkaya kütləsi 400 qram olan bərk cismi daxil etməzdən əvvəl və sonra menzurkanın göstərişi təsvir edilmişdir. Kütlə verildi. M bərabərdir 400 qram. Qramdan kiloqrama keçmək lazımdır. Biz bilirik ki, 1 kiloqram 1000 qramdır. Qramdan kiloqrama keçəndə artıq 1000-ə bölürük. Yəni, kiçikdən böyüyə keçid edirik. Aha, 400-ü böləndə 1000-ə sıfırlar getdi, gördüyümüz kimi qaldı 0,4 kiloqram. İndi şəkilə fikir vermək lazımdır. Baxın, əvvəlcə su var imiş. Suyun səviyyəsi gördüyümüz kimi 200-ü göstərir. Sonra daş atılıb, bir cisim atılıb. Neyniyib? 250-yə qalxıb, gördüyümüz kimi səviyyə. Deməli, bu atılan cismin həcmi 200-dən 250-yə qalxıbsa, əlbəttə ki, 250-dən 200-ü çıxacaq, qalacaq 50. Hansı ki, bu suyun səviyyəsi atılan cismin həcmi qədər artmış olur. Aha, deməli, burada V-miz bərabərdir. 250 çıxaq 200, o da eləyəcək 50. Əlbəttə ki, santimetrin kubu, fikir ver, vahiddə santimetrin kubu yazılıb. Santimetrin kubundan da metrin kubuna keçmək lazımdır. Bayaqlarda qeyd etdik ki, 10 üzəri mənfi 6-ya vururuq. 5 vurulsun, 50 vurulsun 10 üzəri mənfi 6.
O da eləyəcək 5 vurulsun 10 üzəri mənfi 5. İndi buradan deyir ki, cismin sıxlığı cədvəldə göstərmişdir. Hansı maddədən hazırlanmışdır? Sıxlığı tapmaq lazımdır əlbəttə ki. Rho bərabərdir M bölək V-dir. Rhomuz tapmaq üçün M-in yerinə yazıram 0,4. 0,4 4 vurulsun 10 üzəri mənfi 1. V də 5 vuraq 10 üzəri mənfi 5-dir. 5-də 4 0,8 eləyir. 10 üzəri mənfi 1-i də 10 üzəri mənfi 5-ə böləndə, bayaqlar öyrətdiyim qaydada böləndə üstləri çıxacaqsınız. O da eləyəcək 10 üzəri 4. 8 vuraq 0,8 vuraq 10 üzəri 4 8000 edir. Baxaq görək 8000 hansına uyğundur. Fikir verin, baxın. Poladda gördüyünüz kimi 8000 verilib. Deməli, bizim bu cismimiz poladdan hazırlanmışdır. 10-cu suala baxaq. Başlanğıc sürəti 4 metr bölək saniyədir. Deməli, V0 verildi. Bərabərdir 4-ə. Kütləsi 4 kiloqram. M bərabər 4 kiloqram olan cisim hərəkət istiqamətində yönələn 8 Newton qüvvənin F verildi. 8 Newton təsiri ilə 12 metr yol getmişdir. S-imiz də bərabər oldu 12 metrə. Onun son sürətini V-ni hesablayın. Hansı ki F bərabərdir. Biz bilirik ki M vurulsun A-dır. Buradan A-nı tapsaq olacaq F bölək M. F-imiz var 8, M-imiz var 4. 8 bölək 4 bizə verir 2. İndi bizim S-in belə bir düsturu var. Hansı ki bərabər təcillər ketdə keçmişdik. S bərabərdir. V kvadrat çıx V0-ın kvadrat bölək 2A. Bu düsturdan artıq biz V-ni tapa bilərik. S-imiz var 12-dir. Gətirək yerinə yazaq. 12 bərabərdir. V-miz varmı? Yoxdur. Bizdən ilə son sürəti istəyir. Yerinə yazaq onda olduğu kimi. V kvadratı çıxaq. V0-ımız 4-dür. 4-ün kvadratı 16 bölək 2A yazdıq. A-ya da tapmışdıq bayaqlar qiymət 2. Aha, 2 vuraq 2 bizə verəcək 4. Məxrəcdə deməli oldu 4. Aha, buradan V kvadratı çıxılsın 16-yı tapaq. 12-ni 4-ə vuracaq. V kvadrat çıx 16 bərabərdir. 4 vuraq 12 48. V kvadrat bərabər olacaq 48 üstə gələk 16. O da eləyəcək 64. Buradan V-ni tapanda kök altında 64. O da eləyəcək 8. Deməli cismin son sürəti olmuş oldu 8. Ondan sonra 11-ci suala keçək. Cisim hərəkət istiqamətində yönəlmiş 78 Newton qüvvənin təsiri altında 50 metr yolda sürətini 5 metr bölək saniyədən 8 metr bölək saniyəyə qədər artırmışdır. Onun kütləsini hesablayın. Baxın, qüvvəmiz verildi 78 Newton yazaq. F bərabərdir 78-ə. 50 metr yolda deyir. S də verildi 50-dir. Sürətini 5 metr bölək saniyədən 8 metr bölək saniyəyə qədər artırmışdır. Başlanğıcda deməli olub sürət 5, son sürətdə olub 8. V də bərabər 8. Onun kütləsini hesablayın, yəni M-i bizdən istəyir. Bayaqlarda qeyd etdik ki, F bərabər nədir? M-adır. Buradan M-i tapsaq, F bölək A olacaq. Yəni biz burada A-nı bilsək, elə kütləni də tapa bilərik. Çünki F bizə şərtdə verilir. A-nı da hansı düsturdan? Bayaqları qeyd etdiyimiz S bərabərdir. V kvadratı çıxılsın və 0-ın kvadrat bölək 2A düsturundan hesablaya bilərik. Yəni yenə yazaq. S-imiz 50 bərabərdir. V-nin kvadratı, yəni 8-in kvadratı çıxılsın və 0-ın kvadratı 5-in kvadratı. 8-in kvadratı 64 eləyir. Və 0-ın kvadratı, yəni 5-in kvadratı 25 eləyir. 64 çıxaq 25 bölək 2A yazmış oluruq. Buradan 64-dən 25 çıxanda qalacaq 39. 39 bölək 2A olur. 2A-nı tapanda 39 bölək 50 bizə verir 0,78. Aha, A-nı da tapanda 0,78 2-yə bölürük. 0,39 olmuş olur. Artıq burada gətirib yerinə yaza bilərik. F-imiz 78. A-ya tapdıq 0,39. Vergülü atıram. Vergüldən sonra 2 rəqəm olduğu üçün sürətə 2 sıfır əlavə edirəm. 7839-a böləndə alacağıq 200. Keçək 12-ci suala. Bu hissəni silirəm hələlik. Şərtdə deyilir ki, cismin hərəkəti istiqamətində yönəlmiş 150 Newton qüvvənin təsiri altında 20 kiloqram kütləli cismin sürətini 1 metr bölək saniyədən 4 metr bölək saniyəyə dəyişmişdir. Bu zaman cismin getdiyi yolu hesablayın. Eyni ilə 11-ci məsələ kimidir. Yazaq. 150 Newton qüvvəmiz verilib, 20 kiloqramda bizim kütləmiz verilib. Buradan A-nı tapa bilərəm. A bərabər F bölək M-dən, yəni qüvvəni 150-ni böləcəm 20-yə. 0-a ixtisar getdi, 15-i böl 2-yə alacaqsan 7,5. Bu təcrimiz oldu. Baxın, başlanğıc sürət V0-ın 1-dir, son sürətim 4-dür. 1-dən 4-ə qədər dəyişib sürətini. Getdiyi yol tapanda indi S bərabərdir
V kvadrat çıx, V0-ın kvadratı bölək 2-dan hesablayacağıq. V-miz 4-dür, yəni son sürətimiz. 4-ün kvadratı 16. 16-dan da çıxacağıq 1-in kvadratının 1-i. O da eləyəcək 15. Bölək 2 vurulsun, adı 7,5-dir. 15 bölək 2-ni 7,5-ə vuranda eləyir elə 15. 15-i 15-ə böləndə alacağıq 1. 13-cü suala baxaq. Bu hissəni silirəm. 13-cü sualı izah etmək üçün gəlin bir boş ağ bir yer hissə açaq. Bunu yaxşı başa düşək. Şərtdə deyilir ki, bir-biri ilə 60 dərəcəlik bucaq əmələ gətirən və qiymətləri 5 və 3 newton olan iki qüvvənin təsiri altında kütləsi 200 qram olan cismin aldığı təcili hesablayın. Kütlə verilib n bərabərdir 200 qramdır. Qramdan kiloqrama keçmək üçün dediyim kimi 1000-ə bölürük. 200-ü 1000-ə böləcəyik. Baxın, sıfırlar getdi. Gördüyümüz kimi qaldı 0,2 kiloqram. Buradan artıq cismin təcilini necə hesablayarıq? A-nı, əlbəttə ki, əvəzləyici qüvvəni böləcəyik kütləyə. Əvəzləyici qüvvəni deməli hesablamalıyıq. Fikir verin, 60 dərəcə bucaq əmələ gətirir qüvvələrimiz. Tutaq ki, bu olsun F1, 5 newton qüvvə verilmişdi. F2 də bu olsun, o da 3 newton deyilmişdi. Bura 60 dərəcə bucaq əmələ gətirib. Biz bilirik ki, əvəzləyici qüvvənin tapılmasında paralleloqram qaydasından istifadə olunur. Gördüyümüz bu qüvvələrin əvəzləyicisini tapmaq üçün əlbəttə ki, bu paralleloqramın diaqonalını çəkəcəyik. Fikir verirsəz, burada biz əvəzləyici qüvvəni tapmaq üçün kosinuslar teoremindən istifadə edirik. Normalda biz bilirik ki, kosinuslar teoremində arada çıxaqdır. Yəni, məsələn, burada mən əvəzləyici qüvvəni tapanda kosinuslar teoremini tətbiq etsəm, F1-in kvadratı üstə gələ F2-nin kvadratı, çıxaq 2F1, F2 vuraq kosinus alfa yazmalıyam. Amma buradakı alfa 60 dərəcə olanı götürə bilmərəm. Niyə? Çünki buradakı əvəzləyici qüvvənin qarşısındakı bucaq götürülməlidir. Yəni, bax, buradakı bucaq götürülməlidir. Bu da paralleloqramın digər bucağıdır. Yəni, bir bucağı veriləndə, tutaq ki, 60 dərəcə verilib, digər bucağı tapmaq üçün 180-dən 60-ı çıxmalıyıq. O da olacaq 120 dərəcə. Kosinus 120-ni tapanda da riyaziyyatdan bilirik ki, 180-dən hansı ki 60 dərəcə çıxırıq. Bu zaman kosinusun işarəsi dəyişir. Artıq, yəni, burada üstə gələyinlə yazılır. Yəni, kosinus 60 olur, alfamız 60 olur, amma bura üstə gələyə çevrilir. Ona görə biz əvəzləyici qüvvənin düsturunda həmişə kitablarda görürük ki, burada üstə gələkdir. Yəni, uşaqlar düşünürlər ki, kosinuslar teoremində üstə gələkdir. Ona görə belə verilir. Xeyr, kosinuslar teoremində əslində normalda çıxaqdır. Sadəcə siz fikir verməlisiniz, burada bucaq hansı bucaqdır? Siz verilən bucağı mı götürürsünüz, yoxsa digər bucaqla mı işləyirsiniz? Buna fikir vermək lazımdır. Bunda da belə deyə bilərik ki, fikir vermək lazımdır ki, mən tapılanı, yəni məndən istənilən nədirsə, onu tapıramsa, o baxmaq lazımdır ki, həmin o vektor mənim bax bu, mənə verilən bucağın içərisindən mi keçir, yoxsa tam qarşısındadır. İçindən keçəndə, gördüyünüz kimi, bax, bucağın tam içərisindən keçib də, elə bil onu sanki bölüb. Bu zaman ortada üstə gələk yazılır. Yox, əgər ki, verilən bucağın tam qarşısındadırsa, elə çıxağından olduğu kimi yazmaq lazımdır. Yerinə yazaq indi, üstə gələyinlə dediyimiz kimi yerinə yazacağıq. F1-in kvadratı 5-in kvadratı 25, üstə gələk 3-ün kvadratı 9, üstə gəlməsin 2 vuraq, 5 vurulsun 3 və vuraq kosinus 60, kosinus 60-da da 2-də 1 alır. 2-lər ixtisar getdi. 25-in üstə 9 gələndə eləyir 34, üstə gələk 5 vurulsun 13, 15, 34-ün üstə 15 gələndə eləyəcək 49. Göydə 49-dan da 7 çıxır. Əvəzləyici qüvvəni 7 tapdıq. İndi gətirək yerinə yazaq. 7 bölək, m-imiz də 0,2. 7-ni 0,2-yə böləndə vergül atıram. Yuxarıya bir 0. 70 bölək 2, o da olacaq 35. Deməli, burada olduğu təcilimiz 35 metr bölək saniyə kvadratı. Bu hissəni silirəm. Keçək indi digər sualımıza, yəni 14-cü sualımıza. Şərtdə deyilir ki, o x ox istiqamətində hərəkətə başlayan cismə tərsidən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamanda hansısa qrafiki verilmişdir. Cismin sürətinin proyeksiyasının zamanda hansısa qrafikini qurun. Burada fikir verin. Fx müsbətdir deyə, deməli təcilin x oxuca proyeksiyasından müsbətdir. Amma burada 0-dır deyə, artıq təcilin x oxuca proyeksiyası da 0-dır. İndi gəlin vx-in tədən asılı qrafikini quraq. Hərəkətə başlayır, yəni sükunət vəziyyətindən hərəkətə başlayır. Deməli, bu cisim əlbəttə ki, başlanğıc sürəti 0-dır. Təcilin x oxuca proyeksiyası müsbətdir. Qrafikin ağzı yuxarıya doğru olacaq. Qeyd etdiyimiz kimi, burada T1 yazırıq. Artıq T1 T2 aralığında təcilin x oxuca proyeksiyası 0-dır. Deməli, hərəkət bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə də sürət sabitdir, yəni konstantdır. Bu da bizim qrafikimiz olmuş oldu. 15-ci suala baxaq.
Hamar üfüqi müstəvidə qoyulmuş M, 2M və 3M kütləri 3 kub sabla bir-birinə bağlanmışdır. 3M kütləri kub F qüvvəsi ilə dartılır. Sapın T gəlmə qüvvəsi 20 newtondur. Deməli, T'miz verildi 20 newtondur. Bizdən F dartı qüvvəsini soruşulur. Fikir vermək lazımdır ki, burada hansı qüvvələr hansı cismi dartır. Fikir verin, T gəlmə qüvvəsi M cismini dartır. Təcil tapmaq lazımdır. Niyə təcil tapırıq? Çünki əlbəttə ki, bunlar eyni iplə bağlandığından, əlbəttə ki, üçü də eyni bir sistem olduğu üçün hər üçü də eyni təcillə hərəkət edəcək. Yəni, mən təcilləri tapacağım və bir-birinə bərabərləşdirəcəm. Burada əlbəttə ki, təcil tapmaq üçün qüvvəni bölməliyik kütləyə. Fikir verin, T gəlmə qüvvəsi M kütləyə cismi dartır. Deməli, onda T-ni böləcəksiniz M-ə. Bu da bərabər olacaq. F hansını dartır? Uşaqlar düşünür ki, sadəcə 3M dartır. Xeyr. Fikir verin, F əlbəttə ki, buradakı digər cisimlərdə dartır. Yəni, həm 2M-i, həm də M-i dartır. Onda bütövlükdə bütün sistemi dartır deməli F. Yəni, M üstə gəl 2M və 3M olacaq. Bunları da toplayanda bizə verəcək 6M. Deməli, F-i də bölməliyik 6M-ə. Buradan M-lər hər tərəfdən gedir. T-nin qiyməti 20 verilmişdi. 20 bərabərdir F bölünsün 6-ya. Buradan F-i tapanda 6 vuraq 20, o da olacaq 120 Newton. 16-cı sualda eyni ilə bundandır. Artıq F-i verib 60. T-ni bizdən soruşur. Yenə T bölək M bərabərdir F bölünsün. F-də artıq M-i, 2M-i və 3M-i dartır. Deməli, toplayanda eləyəcək 6M. M-lər yenə hər tərəfdən gedir. F-imiz verilmişdi 60. 60-ı da böləndə 6-ya, o da olacaq 10. Deməli, ipin gəlmə qüvvəsi olmuş oldu burada 10 Newton. 17-ci suala baxaq. İpin T gəlmə qüvvəsinin 15 Newton olduğunu bilərək, T-miz verildi burada 15 Newtondur. F qüvvəsini hesablamağımızı istəyir. Yenə burada eynisidir. Sadəcə burada fikir vermək lazımdır ki, burada verilən qüvvələr eyni istiqamətdə olsun. Yəni, tutaq ki, burada verilsəydi T, artıq burada fərqli üsuldan istifadə edəcəkdik. Fikir verin, F neçəsini də artır. Gördüyümüz kimi 3 dənəsini də artır. Onda F-i böləcəksiniz 3M-ə. Bunu da bərabər götürəcəyik. T sadəcə M-i də artır. T bölünsün M-ə. Hər tərəfdən M-lər getdi. T-miz 15 idi. Buradan F-i tapanda 3 vurulsun 15, o da olacaq 45. 18-ci suala baxaq. Yüklər sistemi hərəkətə başladıqdan 2 saniyə ərzində birinci cismin yerləşməsinin modulu nəyə bərabərdir? Deməli, zaman verildi. T bərabərdir 2 saniyəyə. Buradan bizdən yerdəşməni istəyir. Biz bilirik ki, S bərabərdir AT kvadratı bölək 2-dir. Yəni, biz burada təcil tapsaq, S-i də hesablaya bilərik. Təcilin düsturu da, hansı ki, bağlı cisimlərin hərəkəti nəticəsində, yəni blokdan asılmış bağlı cisimlərin hərəkətini öyrənərkən təcilin düsturunu biz sizlə almışdıq. Bundan öncəki bölmənin testinin izahında. A bərabərdir M2 çıx M1 bölünsün M1 üstə gələ M2 vurulsun J şəklindədir. Burada indi sadəcə hansı kütlə böyükdür onun asılıdır. Yəni M2 çıxaq M1 yazmışam. Əslində mən burada M1 çıxaq M2 yazmalıydım. Çünki M1 kütləsi daha böyükdür. Bunu siz özünüz tənzimləyə bilərsiniz. Heç bir problem yoxdur. Yəni, böyükdən kiçiyi çıxırıq həmişə. M1 6-dır. 6 çıxaq 4 bölək. 6 üstə gəlinsin 4. O da eləyəcək 10. J'miz də 10'dur. Onlar ixtisar getdi. 6-dan 4 çıxanda qalır 2. Təcizdə 2 tapdıq. Gətirib burada yerinə yazırıq. 2 vurulsun T'nin kvadratı. Yəni 2'nin kvadratı 4 bölək 2. 2'lər ixtisar getdi. Gördüyümüz kimi aldıq cavab 4. Deməli, burada olacaq cavab 4. 19-cu sualda birinci halda cismin təcili 4 metr bölən saniyə kvadratdır. Birinci halda təcili tapmaq üçün əlbəttə ki, qüvvəni bölməliyəm kütləyə. Yəni 20 bölək M1 bərabər nəyə? 4-ə. Buradan M1 tapanda olacaq 5. Eyni M1 kütləcisinin burada da var axı. Baxın, burada yazıram 5 kiloqram. İkinci halda isə deyir, təcillim 3-dür. Yenə təcili tapmaq üçün əlbəttə ki, qüvvəni bölməliyəm. Onun dartdığı kütlələrin cəminə. Yəni 27-ni bölməliyəm M1 üstə gələk M2-yə. M1-in 5 tapmışdım. Onda 5 üstə gələk M2 yazıram. Bu da bərabər təcillə, yəni 3-ə. 5 üstə gələk M2 bərabərdir. 27 bölək 3, 9. Buradan M2-ni tap, 9-dan 5 çıx, olacaq 4. Bizdən də M1 bölək M2 nisbətini istəyir. M1-ə 5 tapmışdım, M2-yə 4 tapdıq, 5 bölək 4 bizə verəcək 1,125. Keçək digər sualımıza. 20-ci sualda da verilib 3,5 kiloqram kütləsi olan cismə bir-birlə 60 dərəcə bucaq təşkil edən və modullar 3 Newton və 5 Newton 2 qüvvət təsiridir. Cismin sükunət vəziyyətindən hərəkətə başlayaraq 8 saniyə ərzində nə qədər yerləşmə edər? Yerləşmənin düsturu qeyd etdik ki, S bərabərdir AT kvadratı bölək 2-dir. Sükunət vəziyyətindən başladığı deyilir. Yəni V0 0-dır. Mən A-nı bilsəm, T də var 8 saniyə. Yerinə qoyub hesablaya bilərəm.
A-nın dəyərlərini tapıram. A bərabərdir F əvəzləyici bölək M-dən. Bayaqlar dedik ki, F əvəzləyici bucaq veriləndə F1-in kvadratı üstə gələk F2-nin kvadratı plus 2F1 F2 vuraq kosinus alfa ilə hesablanır. Gətirək yerinə yazaq. Kök altında 3-ün kvadratı 9, üstə gələk 5-in kvadratı 25 plus 2 vurulsun 3 vuraq 5 vurulsun kosinus 60-da 2 də 1 alır. 2-ləri də ixtisar etdik. 9 üstə gələk 25 eləyəcək 34. 34-ün üstə də 15 gələndə eləyəcək 49. Deməli, burada aldıq kökdə 49. Kökdə 49-dan da 7 çıxmış olur. Əvəzləyici qüvvəyə 7 tapdıq. Gətirib təcili hesablaya bilərik. Bu hissəni silirəm. Deməli, əvəzləyici qüvvəyə 7 tapdıq. 7 bölək M-imiz 3,5. Vergül atıram yuxarıya 1, 0. 70 bölək 35, 2 eləyir. Gətirək artıq düsturda yerinə yazaq. S bərabər olacaq. A-mız 2, T-miz 8-in kvadratı 64 bölək 2. 2-lər ixtisar getdi. Olduğu cavab 64 metr. Şərtdə deyilir ki, sükunət vəziyyətində olan verilmiş kütləli cisim müxtəlif sabit qüvvələrin təsiri altında hərəkət edərək eyni V sürəti qazanır. Müvafiq düsturlar yazmaqla cismin yer dəyişməsinin modulunun tətbiq olunan müxtəlif əvəzləyici qüvvələrdən asılı qrafikini çəkin. Verilmiş kütləli cisimli, yəni bir cisimdən söhbət gedir. Burada deyir ki, müxtəlif sabit qüvvələrin təsiri altında hərəkət edərək eyni V sürəti qazanır. Yəni, burada V1 bərabər V2 yaza bilərik. Həmçinin sükunət vəziyyət dediyi üçün şərtdə V0 sıfıra gedir, yəni başlanğıc sürət sıfırdır. İndi yer dəyişmənin tətbiq olunan əvəzləyici qüvvədən asılı qrafikini istəyir. Bayaqlarda qeyd etdik ki, S bərabərdir V kvadratı çıx, V0-ın kvadratı bölək 2A-dır. Başlanğıc sürət sıfıra getdiyindən, yəni V0 sıfır olduğundan bu zaman S bərabər olacaq V kvadratı bölək 2A. A da bərabərdir F əvəzləyici bölək M-dir. Burada yerinə yazsaq, S-i alacağıq ki, V kvadratı M bölək 2 vurulsun F əvəzləyici. Gördüyümüz kimi yer dəyişmənin əvəzləyici qüvvədən asılığı tərs asılı olacaq. S əvəzləyici qüvvədən tərs asılıdır. Qrafikimizdə, baxın, solda göstərirəm. S, burada da əvəzləyici qüvvə, tərs asılıq çəkəcək. 22-ci suala keçək. Sükunət vəziyyətindən deyir, yenə başlanğıc sürəsi sıfırdır. V0 bərabər 0. Hərəkətə başlayan cismə təsirdən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. A nöqtəsinə uyğun zaman anda cisim dayanırsa, A nöqtəsində burada dayanır deməli, artıq burada son sürət sıfırdır. Bu zaman müddətini hesablayın. A nöqtəsinə uyğun zaman müddətini bizdən istəyir. Fikir verin, cismin kütləsini əgər M ilə işarə etsək, onda baxın, gəlin təcil qrafikinə keçək indi. AX-ın T-dən asılı qrafikini çəkək. Bu zaman, əlbəttə ki, 3F-i M-ə bölməliyəm ki, təcili alım qüvvəni. 3F bölək M yazıram, yenə sabit olacaq və bura uyğun zamana T0 deyirəm. Burada artıq olacaq mənfi 2F bölək M və sabit qrafikini çəkirik. A nöqtəsində olduğu kimi qeyd edirəm. Baxın, burada indi başlanğıc sürət sıfırdır birinci hissəmizdə. Fikir verin, bax, burada birinci hissədə başlanğıc sürət sıfırdır. Başlanğıc sürət sıfırdır, gəlin son sürət tapaq. Biz bilirik ki, V bərabərdir V0 plus AT-dir, daha doğrusu Vx bərabərdir V0x plus AX-dir. Vx-i tapsaq olacaq, V0x-ımız sıfırdır, çünki başlanğıc sürət sıfır qeyd edilib. Onda sıfıra gedirsə, qalacaq AX-dir. A-mız da 3F bölək M-dir. Vuraq, T-miz də T0-dır. Həmin burada gördüyünüz bax, bu hissədə, yəni 0 T0 aralığında cismin son sürəti T0 və A saniyə vaxtı arasındakı artıq başlanğıc sürət olmuş olur. Yəni, buradakı gördüyümüz T0-a uyğun olan son sürət artıq bu andan etibarən, yəni T0 və A zamanı üçün başlanğıc sürəti hesab olunur. Yəni, artıq burada siz V0x-a bərabərdir 3F bölək M vuraq T0 yaza bilərsiniz. İndi burada qeyd etdik ki, şərtdə A nöqtəsində bu cisim dayanır. Yəni, A nöqtəsinə uyğun zaman anında. Dedik ki, dayanırsa son sürət artıq sıfıra bərabər. Bayaq kimi yenə Vx bərabərdir V0x plus AX T yazacağıq. Vx-ımız sıfıra bərabərdir.
V0x-imiz burada qeyd etdik ki, 3f bölək m vuraq t0-dır. Daha sonra üstə gəlinsin ax vuraq t. Artıq buradakı a-nı gördüyümüz kimi bu ikinci hissəni götürəcəyik. Mənfi 2f bölək m. T-ni isə artıq burada, hansı ki t0 və a saniyəsi aralığındakı bir zamandır. Gəlin onda burada bu aralığı tapaq. Aralığı tapanda əlbəttə ki, məsələn 2 və 5 saniyə aralığı tutaq, ikinci taparıq. Əlbəttə ki 5-dən 2-ni çıxarıq. İndi burada da a-dan t0-ı çıxacam. Yerinə yazaq. Açıq t0. İndi burada müsbət, mənfi işarə dəyişəcək. Gəlin işarəmizi dəyişək. Deməli 0 bərabərdir 3f bölək m vurulsun t0. Çıxaq 2f bölək m vurulsun a çıxaq t0. Əlbəttə ki, burada bu fərqin 0 olmağı üçün bir-birlərinə bərabər olmalıdır. Yəni 5-dən 5-i çıxanda 0 qalır. Tutaq ki, 10-dan 10 çıxanda 0 qalır. Yəni bərabər olmalıdır. Deməli 3f bölək m vurulsun t0 bərabər olmalıdır 2f bölək m a çıxaq t0-a. M-lər hər tərəfdən gedir, f-lər hər tərəfdən gedir. Gördüyümüz kimi qalır 3t0 bərabərdir 2a çıxılsın 2t0-a. Buradan 2a bərabərdir 5t0-a. A-nı tapanda 5t0 bölək 2 olacaq, yəni 2,5 t0. Bizdə də şərtdə də hansı ki A nöqtəsinə uyğun zamanda cisim dayanırsa, bu zaman müddətini hesablayın soruşur. Yəni A-ya uyğun olan zamanı istəyir. Biz də tapdıq 2,5 t0. Keçək digər suala. Cismə bir düz xətt boyunca yönələn modulları F1 bərabər 30 Newton, F2 20 Newton və F3 bərabər 5 Newton olan 3 qüvvənin verdiyi ən böyük təcilin modulu A-ya bərabərdir. Bu qüvvələrin cismə verdiyi ən kiçik təcilin modulunu hesablayın. Ən böyük təcilimiz, gəlin A maksimum deyək buna. Deməli, A maksimum bərabərdir A-dır. Ən kiçik təcil istəyir. A minimum deyək. Bunu bizdən soruşur. Əlbəttə ki, bu cismə təsir edən qüvvələrin əvəzləyicisini tapmalıyam. Baxmalıyam, görüm hansı halda əvəzləyici qüvvə maksimumdur, hansı halda əvəzləyici qüvvə minimumdur. Bu da istiqamətlərdən, qüvvələrin istiqaməti necə yönəlməsindən asılıdır. Əlbəttə ki, əvəzləyici qüvvə hansı halda ən böyük olar? Bu qüvvələrin hər üçü də eyni istiqamətli yönələn halda, biz bilirik ki, eyni istiqamətli yönələndə qüvvələr toplanır. Deməli, əvəzləyici qüvvənin onda maksimumu 30 üstə gələk 20 üstə gələk 5 olacaq. O da olacaq 55 Newton. Minimumunu tapanda isə baxın, tutaq ki 20 və 5 bir istiqamətdə yönəlib, 20 və 20 Newton bu istiqamətdə, tutaq ki 5 Newton da bu istiqamətdə və 30 Newton da bu istiqamətdə yönəlmişdir. Eyni istiqamətli olanda toplayıram. 20 üstə gələk 5, 25 edəcək. 30 da əksinə olduğundan 30-dan çıxacam 25-i, mənə verəcək 5 Newton. Bu da oldu bizim minimumumuz. İndi artıq asıllıq verə bilərik, hansı ki təcillə qüvvənin, əvəzləyici qüvvənin düz asılılığını verəcəyik. A maksimum A-dır, bölək A minimum. Onda A maksimumun qarşısında və əlbəttə ki, əvəzləyici qüvvənin maksimum olmalıdır, çünki düz asılıdır. Yazacağıq onda 55 bölək, minimuma da uyğundur 5. 55-i də 5-ə böləndə alacağıq 11. Buradan A minimumu tapanda olacaq A bölünsün 11. Digər sualımıza baxaq. Radiusu 8 metr olan, deməli, R verildi, R bərabərdir 8 metr. Çevrə üzrə bərabər sürətləri edən 0,2 kg kütləli cisim M verildi. M də bərabər oldu 0,2 kg. A nöqtəsindən B nöqtəsinə 0,5 saniyə müddətində gəldi. Zaman verildi, T bərabər oldu 0,5 saniyəyə. Ona təsirdən mərkəzə qaçma qüvvəsini hesablayın. Yəni F-i bizdən soruşur. Fikir verin, cisim A nöqtəsindən B nöqtəsinə gəlmək üçün 45 dərəcə bucaq çızmışdır. Biz bilirik ki, çevrə hansı ki, əgər ki, çevrədə cisim A nöqtəsindən başlayıb yenidən A nöqtəsinə gələrsə, 360 dərəcə bucaq çızar. İndi təsəvvürünüzə gətirin, 45 dərəcəyə 0,5 saniyə çızıbsa, 360 dərəcəyə də yazaq X. Buradansa X-a tapacağıq, hansı ki, 360-dan 45 yapar ixtisar 1. Burada qalacaq 8. 8 vurulsun 0,5 bizə verəcək 4. Deməli,
cisim A nöqtəsindən başlayıb yenidən A nöqtəsinə, yəni bir tam dövr etməsinə 4 saniyə vaxt sərf etdi. Artıq bu olacaq əlbəttə ki, periodumuz. Çünki biz bilirik ki, bir tam dövrə sərf olunan zaman perioddur. Mərkəzə qaçma qüvvəsini tapmaq üçün əlbəttə ki, biz bilirik ki, F bərabərdir MA-dan istifadə edəcəyik. A da mərkəzə qaçma təcilidir. Mərkəzə qaçma təcilinin böyük teyli olan düsturu var. Hansı ki, çevrə üzrə bərabər sürətli hərəkətdə bu düsturu biz keçmişik. A-nın düsturu A bərabərdir 4pi kvadratı R bölünsün T kvadratıdır. Gətirək burada yerinə yazaq. M vuraq 4pi kvadratı R bölünsün T kvadratı olacaq. M-imiz var idi 0,2. Vurulsun 4 pi kvadratı 10. Vuraq R-imiz 8. Və T-nin kvadratı 4-ün kvadratı eləyəcək 16. 16 və 4 ixtisar gedir. Sürətdə 1, məxrəcdə 4 qalır. 4 və 8 ixtisar gedir. Məxrəcdə 1, sürətdə 2 qalır. 0,2 10-a vuranda 2 edir. 2 ilə 2-yə vuranda 4 etmiş olacaq. Deməli, burada mərkəzə qaçma qüvvəmiz oldu 4 Newton. 25-ci sualımıza keçək. O koordinat başlanğıcında olan cisim 3 qüvvənin təsiri ilə sükunətdədir. Bu qüvvələrdən ikisi şəkildə təsvir olunmuşdur. Üçüncü qüvvənin OX və OY oxları üzrə proyeksiyalarını hesablayın və bu qüvvə vektorunu çəkin. Fikir verin, birinci və ikinci qüvvəmiz verilmişdir. Gəlin onların proyeksiyalarını tapaq X və Y oxu üzrə. Birinci qüvvənin X oxu üzrə proyeksiyası gördüyümüz kimi bax bu şəkildə olacaq. 2 dama sağadır. Bir damanın qiyməti də 1 Newton verildiyindən deməli 2 Newton olmuş oldu. Y oxu üzrə proyeksiyası isə gördüyümüz kimi 1 damadır, yəni 1 Newtondur. İkinci qüvvəmizin də X oxu üzrə proyeksiyası sola doğru olacaq və 3 dama olduğundan 3 Newton olmuş olacaq. Y oxu üzrə proyeksiyası isə yuxarıya doğru gördüyümüz kimi 2 damadır, onda olacaq 2 Newton. İndi baxın, fikir verin, yuxarıya doğru 2 və 1-dir, yəni eyni istiqamətdə yönəldiyindən onlar toplanacaq. Deməli, yuxarıya doğru 3 Newton olmuş olacaq. 3 və 2 fikir verin, gördüyünüz kimi burada əks istiqamətdə yönəlib, deməli çıxacaq. Üstdən 2-nin də çıxanda 1 qalacaq və böyük qüvvə istiqamətində sola doğru yönələcək. İndi əlbəttə ki, deyir ki, üçüncü qüvvə elə bir qüvvə yönəldir ki, bu cisim sükunətdə qalsın. Hansı halda cisim sükunətdə qalar? Ona təsir edən qüvvələrin əvəzləyicisi 0-a bərabər olduqda. F əvəzləyici bərabər 0 olarsa. Əvəzləyici qüvvə 0 olmaq üçün əlbəttə ki, baxın, yuxarıya doğru yönələn 3 Newton varsa, aşağıya doğru da 3 Newton yönəlməlidir ki, çıxanda 0 qalsın, Y oxu üzrə proyeksiyamda nə olsun? 0 olsun. Deməli, aşağıya doğru 3 Newtonumuz olmalıdır. Və həmçinin 1 Newton sola var axı. Deməli, sağa doğru da 1 Newton bizim olmalıdır ki, bizim əvəzləyici qüvvəmiz 0-a bərabər olsun yekunda. İndi burada elə bir qüvvəni çəkin deyir ki, qüvvə vektorunu çəkin ki, hansı ki, onun proyeksiyaları deməli Y oxu üzrə 3 Newton olsun aşağıya doğru və 1 Newton da sağa doğru olsun X oxu boyunca. Baxın, gördüyünüz kimi burada fikir verin. Belə çəksək, burada F3-ü bu istiqamətdə aşağıya doğru gördüyümüz kimi Y oxu boyunca 3 dama, 3 Newton əvəzləyici Y oxu üzrə proyeksiyası olur və X oxu üzrə proyeksiyası da 1 dama bu şəkildə olmuş olacaq, o da 1 Newton. Elə bizə də bu lazım idi. Deməli, F3 qüvvəsini də göstərmiş olduq. Onun X oxu üzrə proyeksiyası 1 Newton, Y oxu üzrə proyeksiyası isə 3 Newton olmalıdır ki, burada əvəzləyici qüvvə 0 olsun və cisim sükunətdə qalsın. 26-cı suala baxaq. Eyni materialdan hazırlanmış R1 bərabərdir R və R2 bərabərdir 2R radiuslu kürələr toqquşurlar. Toqquşma zamanı hər hansı anda birinci külənin aldığı təcil A1 bərabər A olarsa, ikinci külənin həmin anda aldığı təcil nəyə bərabərdir? Biz bilirik ki, A bərabərdir F bölək M-də. Eyni material dediyi üçün deməli bunların artıq sıxlıqları bir-birinə bərabərdir. Yəni ρ1 bərabərdir ρ2-yədir. R'nun düsturunu bilirik. Rho bərabərdir M bölək V-dir. Buradan M-i tapsaq, M bərabər olacaq ρ vuraq V-yə. Gətirək bax burada yerinə yazaq. F bölək ρ vurulsun V olur. Fikir versəz bunlar kürə olduğu üçün kürənin həcmi də bizlərə məlumdur riyaziyyatdan. V bərabərdir 3-də 4 pi R kubudur. Gətirib bax burada yerinə yazsaq, olacaq F bölək ρ vurulsun 4 pi R kubu və 3 də yuxarıya çıxmış olur. İndi bunlar toqquşurlar, qarşılıqlı təsirlər deyə qüvvələr əlbəttə ki, bir-birinə bərabərdir, istiqamətçi əksdir. Və bu zaman fikir verin, gördüyünüz kimi
bizim təcilimiz radiusda necə asılıdır? Kubik tərs asılıdır. Gəlin asılılığımızı verək. Bu hissəni silək. A1 böl A2 bərabərdir. R2-nin kubu bölək R1-in kubu. A1-imiz A'dır. A2-miz yoxdur. R2-miz 2R'dir. 2R'in kubu olacaq 8R kubu. R1-imiz R'dir. R kubunu da yazırıq. R kubları getdi ixtisar. Qaldı burada 8. A2-ni tapanda alacağıq. A bölünsün 8. Bu qədər. 27-yə baxaq. İki qüvvənin əvəzləyicisindən böyük qiyməti 14 Newtondur. Yəni əvəzləyici qüvvənin maksimum qiyməti F əvəzləyici maksimum bərabərdir 14 Newtona. Bu hissəni silək. Ən kiçik qiyməti isə 2 Newtondur. F əvəzləyici minimumda bərabər 2 Newtondur. Bu qüvvələr perpendikulyar yönəldikdə əvəzləyici qüvvənin modulunu tapın. Hansı ki 2 dənə qüvvədir. Əgər eyni istiqamətli yönələrsə, bu zaman əvəzləyici qüvvəni tapanda toplayırıq. Deməli, artıq bu maksimum uyğundur. 2 qüvvədirsə, gəlin onun birini F1-dən, digərini F2 ilə işarət edək. Maksimum olan dediyimiz kimi toplanacaq. Bərabərdir 14 Newton. Amma minimumdursa, əlbəttə ki, bu qüvvələr deməli əks istiqamətli yönəlir və çıxılır. Tutaq ki, burada F1 böyükdür, F2 qəbul edək. Onda F1-dən çıxacam F2-ni bərabər 2 Newton yazmış olacam. Bir sistem tənliyi aldıq. Tərəf-tərəfə toplasaq 2F1 bərabərdir 16-ya. Buradan F1 bərabər alırıq 8 Newtona. Gətirib bax burada tənliklərin hər hansısa birində yerinə yazsaq. F1-in yerinə 8 yazıram. Baxın birincidə 8 üstə gələk F2 bərabərdir 14. Buradan F2 alırıq ki 14 çıx 8 bərabər olacaq 6 Newtona. İndi şərtdə deyir ki, bu qüvvələr perpendikulyar yönəldikdə əvəzləyici qüvvənin modulunu tapın. Perpendikulyar yönəldikdə əvəzləyici qüvvə biz bilirik ki, F əvəzləyici bərabərdir kök altında F1-in kvadratı plus F2-nin kvadratı olmuş olur. Çünki burada bucaq 90 dərəcə olur. Kosinus 90-da 0 alır. Hansı ki, bayaqlar yazdığımız F1-in kvadratı üstə gələ F2-nin kvadratı üstə gələ 2F1 F2 kosinus alfada yerinə yazanda kosinus 0 aldığından sadəcə F1-in kvadratı üstə gələ F2-nin kvadratı qalmış olur. Deməli, F1-ə tapdıq 8, 8-in kvadratı edir 64, F2-yə tapdıq 6, 6-nın kvadratı edir 36. 64 üstə gələ 36, 100 eləyir. Kökdə 100-dən də 10 çıxır. Cavab olacaq burada 10 Newton.